Xankəndidə çok gurur verici hisslərdir və Xankəndidə Soyuq Əllər İsti Ürək yarmarkası fəaliyyətə başlayıb. Çox möhtəşəm görüntülərdir burada. Şəhidlərimizə Allah'tan rəhmət diləyirik, qazilərimizə can sağlığı arzulayırıq. Allah Azərbaycan ordusunu qorusun. Allah Müzəffər Ali Baş Komandanımızın canını sağ eləsin, ömrünü uzun eləsin ki, bugün məhz prezident və ordu birliyi sayəsində biz Xankəndidəyik və bu möhtəşəm anları yaşayırıq. Xankəndi hal-hazırda dumanlıdır və deyirlər, əgər duman varsa bu o deməkdir ki, qar da yağacaq. Düzdür, biz bilmirik indi sonra hava necə olacaq. Amma bu qədər möhtəşəmdir və Xankəndidə həddindən artıq çox insan var. Yer gəlmişkən bunu da deyim. Yəni paytaxtdan bura gələnlər çoxdur bayramı qeyd etmək üçün. Yəni vətənimizə bayram yaraşır və bir daha şəhidlərimizə Allah'tan rəhmət diləyirəm. Yaxından gətir bir dənə çəkiylə bu balı bura baxın az dostlar. Bir balın gözəlliyinə baxın. Bir də bu balın süzülməyinə baxın. İnşallah bu balımız bizim nə baldır onu sizə deyim. Biyan balı. Sizə demişdim, baxın həmən biyan balıdır. Əlimizdə düzdür, biyan balı çox az qalıb. Çünki biyan balı müalicəvi keyfiyyətləri olan bir baldır və mövsümə uyğunda immun sistemini gücləndirmək üçün əvəzsiz bir baldır. Kim istəsə əgər zəng eləyib indidən sifariş edə bilər. 051 546 39 39 özdə kampaniyadır. Bir balon alın, 1 kilogram da mən sizə hədiyyə verim. Hər biriniz zəng eləyin, sifariş eləyin. Qoy sizin süfrənizdə bizim ballardan olsun. Sağ olun.